her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qurub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yarattı. Yaratdığı ən böyük əsərin adı müasir Azərbaycandır. Her gece Mənim üçün o birinci növbədə böyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. her nefes çektim heder. Həqiqətən o məni çox sevirdi. Mən də onu çox sevirdim. Ancaq mənim həyatımın ikinci tərəfi, bəlkə də mənim üçün daha vacib tərəfi mənim ailəmdir, gələcək ailəmdir. Mənim şəxsi hissiyatlarımdır. Mənim sevgimdir, məhəbbətimdir. Əgər nəzərə alsaq ki, bu sevgi böyük bir sınaqdan keçdi. Məsələn, bir neçə il bizi bundan məhrum etmək istədilər. O da dönmədi, mən də dönmədim. Demək, bu məhəbbət, sevgi, səmimiyyət haqqında olan fikirlərim tamamilə təsdiq olundu. Ondan sonra 30 il xoşbəxt həyat sürdük. 2 gözəl evladımız var. Kızım Sevil, oğlum İlham. Çok mutluyum. Şehitlerimize de Allah'tan rahmet. Çok sağ olun. Allah razı olsun. Bizim şəhid analarıdır bizlə. Biz bugün xanımla danışdım, böyük informasiya verdim açıq. Bugün bizim ulu öndərimizin doğum günü. Onu qeyd etmək üçün Xankəndinə səfər etdik və məqsədimiz ondan ibarətdir ki, Xankəndinin azad olunması üçün şəhidlərimiz canından və qanından keçmiş və bizim cənab prezidentimiz İlham Əliyev, Ali Başkomandanımız siyasəti və yumruğu nəticəsində biz bu gözəlliyə qovuşduq. Və ulu öndərin ruhu qarşısında ona görə biz başlayırıq ki, o bizə İlham Əliyev cənabları kimi gözəl bir varis qoyub getmişdir. Və biz onlarla, Türk qardaşlarımızla bir yerdə fəxr duyuruq. Allah sizləri mutlu etsin. Hər zaman sizlərin yanınızdayıq. Sizlərlə bir olmaq bizim üçün gözəldir. Allah vatanı daim etsin. Gözəl. Gözəl.